Bu insülin direnci nə deməkdir? Bu insülin direnci o deməkdir ki, siz yeyirsiniz, hərəkət eləmirsiniz. Yeyirsiniz, hərəkət eləmirsiniz. Şirniyyat yeyirsiniz, hərəkət eləmirsiniz. Yediyiniz şirniyyata uyğun hərəkət eləmirsiniz. Yediyiniz yeməyə uyğun hərəkət eləmirsiniz. İllərlə, aylarla qanınızdakı şəkər miqdarı gün ərzində və insülin miqdarı yüksək olduğu üçün qanınızda da ki hüceyrələrin də insülinə qarşı nə qədər insülin olacaqdır. Təsəvvürünüzə gətirin ki, bir otaqdasınız, otağın qapısını 100 nəfər qırır ki, içəri girsin. Neyə yersiniz? Çoxdur da, bu insanların sayı çoxdur. İçəri girsələr, heç otağa sığışmayacaqlar bunlar. Qapını, pəncərəni, hər yeri qıfıldayarsınız ki, onlar içəri girməsinlər. Yazıq hüceyrə də bunu eləyir də. O qədər insülin var ki, o qədər insülin hüceyrənin içərisinə girməyə çalışır ki, əlində glukoza molekulu ilə. Artıq hüceyrələr deyir ki, bəsdir də, boğaza yığıldıq da, nə qədər yemək olar. Bir hərəkət elə, heç olmasa bu enerji sərf olunsun, bir bizə normal səviyyəyə düşək də, insülin normal səviyyəyə düşsün. Bir müddətdən də sonra normal insülin səviyyəsi olandan sonra mənim insülinə qarşı olan həssaslığım bərpa olunsun. Hüceyrə sizə bunu deyir, siz başa düşmürsünüz.